Salam, hər vaxtınız xeyir. Bu video izahımızda müəllimlərin işə qəbuluna və sertifikasiya imtahanına hazırlaşan müəllimlər üçün ehtimal mövzusuna aid bir sınağın suallarını izah edəcəm. İzahdan əvvəl bunu qeyd edim ki, dərslərimizlə maraqlanmaq istəyənlər bu nömrə ilə əlaqə saxlaya bilərlər. Keçək suallara. Birinci sual. Bir torbada 3 ağ, 5 mavi, 4 sarı top var. Təsadüfən seçilən 3 topun eyni rəngdə olması ehtimalını tapın. Bu tip məsələlərdə kombinizondan istifadə olunur. Kombinizonun üstünü yazmışam. Kombinizon n-dən k-ya bərabərdir. N faktorial bölünsün. N minus k faktorial vur k faktorial. Biz də n-dən n-ə 1-dir. Məsələn, 3-dən 3-ə 1 deməkdir. 4-dən 4-ə 1 deməkdir. Keçək buradan sualın izahını yazaq. Deməli, burada ümumi topların sayını toplamalıyıq, tapmalıyıq. Yəni, topların sayını toplayıb ümumi sayı tapmalıyıq. 12 dənə top var. 3 dənə top seçilir. Tutaq ki, bu həmin 3 dənə top olsun. Ehtimalını soruşur, ehtimalın düsturunu yazaq. N bölünsün N. M əlverişli olan sayıdır, N də mümkün halların sayıdır. Kombinizon nə idi? N sayda elementdən K sayda az çoxluqlar yaratmaq deməkdir. Deməli, burada 12 dənə element varsa, 3 dənə elementini seçirəmsə, bu kombinizon 12-dən 3-ədir. Bu mümkün halların sayı. Və üçünün də eyni rəngdə olması o deməkdir ki, çıxarılan bu 3 dənə top ya üçü də ağ olmalıdır, ya üçü də mavi olmalıdır, ya üçü də sarı olmalıdır. Eyni rəng sözünə görə toplama prinsipi olacaq. Deməli, 3 dənə ağdan 3-ü də ağ çıxırsa, bu kombinizon 3-dən 3-ə deməkdir. Plus 5 dənə mavidən 3-ü də mavi çıxırsa, bu kombinizon 5-dən 3-ə deməkdir. Plus 4 dənə sarıdan 3-ü də sarı çıxırsa, bu da kombinizon 4-dən 3-ə deməkdir. Vəssalam. Keçək indi bunları hesablayaq. 12 faktorial bölünsün. 12-dən 3 çıxıram, 9 faktorial vur 3 faktorial. 3-dən 3-ə burada bayaq qeyd elədim, elə 1 olur. Plus 5-dən 3-ə 5 faktorial, 5-dən 3-ü çıxıram 2 faktorial vur 3 faktorial. Plus 4-dən 3-ə də 4 faktorial, 4-dən 3 çıxıram 1 faktorial vur 3 faktorial. Bərabərdir. Burada belə hesablamalardan istifadə edəcəm. 12 faktorialı yazıram. 9 faktorial vur 10 vur 11 vur 12. Burada da 9 faktorial. 3 faktorialımız 6'dır. Yəni 1 vur 2 vur 3 deməkdir. Faktorialı bilən başa düşəcək. Buradan da 12 ilə 6 ixtisar gedəcək 2. Sürətdə bu 1-dir. Bu 5 faktorialı yazıram 4 faktorial vur 3 faktoriala görə yazıram. Yazıram 3 faktorial vur 4 vur 5. Yəni 5-in yerində yazdım da. Buradan 3 faktoriallar ixtisara gedir. 4, 5'in 20 olur. 20'ni de 2'ye bölendi. 2 faktorialımız 2'dir. 10 olur. Plus bu 4 faktorial da 3 faktorial vurulsun. 4 yazıram, bunu sildim. 3 faktoriallar ixtisara gedir. 1 faktorial da 1'dir. 4'ü 1'e böləndə 4 edir. Sürət oldu 15. Məxrəcə baxaq. 10 vur 11 vur 2. Yəni 20 vurulsun 11. Bunu da 5'e aparsam 3 olur. Bunu 5'e aparanda 4 olur. 44'te 3. Cavab D bəndi. İkinci sual. Dəmir pul ardıcıl olaraq 4 dəfə atılır. 4'ünün də eyni gəlməsi ehtimalını tapın. Baxın, bu dəmir puldur. Bir dəfə atılanda xəritə üzü düşürsə, 4'ünün də eyni gəlməsi. İkinci dəfə atılanda yenə xəritə düşəcək. Üçüncü dəfə atılanda yenə xəritə düşəcək. Dördüncü dəfə atılanda yenə xəritə düşəcək. Və ya bunun gerb üzü də var da. Yəni dəmir pulun iki üzü var. Biri xəritədir. Yəni bir üzü xəritədir, bir üzü gerb. Bəzən gerb deyirlər, bəzən rəqəm deyirlər. İndi mən burada gerb deyirəm. Burada da 4 dəfə atılanda eyni gəlməsi dediyinə görə, necə burada 4'ü də xəritə gəlirsə, indi burada 4'ü də gerb gələ bilər. Bunu da yazdıq. Dəmir pul bir dəfə atılanda ehtimal 2'də 1 idi. Yəni 200'dən biri düşməlidir. Ya xəritə üzü düşməlidir, ya gerb üzü. Bu 4 dəfə atıldısın, bu 2'də 1'in üstü 4 yazırlar. Yəni mümkün halların sayı 2 üstü 4 deməkdir. Ya 2'də 1'i 4 dəfə bir-birinə vurmalısan, ya da 2'də 1'in üstü 4 yazırlar. Bu olur 16'da 1. Bu mümkün halların sayıdır. Yəni bizə burada mümkün hal lazımdır. Məxrəc olur 16. Ehtimalı soruşur bizdən. Ehtimal P bərabərdir. M bölünsün N. Yəni 4 dəfə atılır. Bir dəfə atılanda 2 üstü 1'dir. 2 dəfə atılanda 2'nin kvadratı. 3 dəfə atılanda 2'nin kubu. 4 dəfə atılanda 2 üstü 4. Deməli bu 16'dır mümkün halların sayı. Və burada da eyni gəlməsi ehtimalı deyəndə
Bir hal, bu da bir hal. Deməli, əlverişli halların sayı 2 olur. Bu da olur 16'da 2, bu da x'lar gelir 8'də 1 olur. Cavab B bəndi, ikinci sualdır. Qrupda olan 8 nəfərdən 6'sı müəllimdir. Müəllim 6'dır, ikisi də şagird. İkisi də şagird. Ümumi say 8 nəfərdir. Yəni 8 element deməkdir. Təsadüfən qrupdan 3 nəfər seçilir. Hər üçünün müəllim olması ehtimalını tapın. Deməli, P bərabərdir, M bölünsün N. 8 nəfərdən 3 nəfər seçilirsə, mümkün halların sayı 8-dən 3-ə deməkdir. Burada da deyir ki, hər üçünün müəllim olması. 6 nəfər müəllimdən 3'ü müəllim seçilirsə, yəni bu 6-dan 3'ə deməkdir. Bu 6 faktorial bölünsün, 6'dan 3 çıxıram, 3 faktorial vur, 3 faktorial. Bu da 8 faktorial bölünsün, 8'den 3 çıxanda 5 faktorial vur 3 faktorial bərabərdir. Buradan yazaq. 6 faktorialı mən yazıram 3 faktorialı vurdur 4 vur 5 vur 6. 3 faktorialı 6 yazıram. Fərqi yoxdur. Bu 3 faktorial olduğu kimi yazıram. Bu 3 faktorial 6 yazıram. Bu 3 faktoriallar getdi. 6 da getdi. Sürətdə 4 vur 5 20 qaldı. Məxrəcdə də bu 8 faktorialı belə yazıram. 5 faktorial vur 6 vur 7 vur 8. 5 faktorial vur 3 faktorial da 6 yazıram. 5 faktoriallar getdi, 6'lar getdi. 7 vur 8 56. Bu da 4'ə x'ar aparanda 5. Bu da x'ar gedəndə neçə olur? 14. Deməli cavab qaldı 14'də 5. Sənin sual idi. Bu üçüncü sual C bəndi. Biraz böyüdək. Dördüncü sual. Ata, ana və 6 uşaqdan ibarət 8 nəfərlik bir ailə dairəvi masa ətrafında əyləşmişlər. Buna əsasən ən kiçik uşağın ata ilə ana arasında olması ehtimalını tapın. Əvvəlcə bunu deyim ki, dairəvi masa ətrafında n nəfər n-1 faktorialla əyləşir. Bunu bilməlisiniz, bu düsturdur. Deməli, ata, ana, bu 2 nəfər 6 uşaq. Nə qədər oldu? 8 nəfər. Ehtimalını soruşur. Əlverişli halların sayı bölü mümkün halların sayı. Mümkün halların sayı deyəndə, yəni 8 elementdən 1 çıxıram, yəni bura n8'dir, 1 çıxıram 7 faktorial olur. Deməli, mümkün halların sayı 7 faktorial olur. Burada deyir ki, kiçik uşağın fərqi yoxdur. 6 uşaqdan biri mən kiçik uşağı götürürəm. Həmişə də həmin o kiçik uşaq ata ilə ananın arasında gəlir. Tutaq ki, bu atadır. Bu həmin o kiçik uşaqdır. Kiçik uşaq. Bu da anadır. Qalan o 5 nəfər başqa uşaqlardır. Burada da nöqtə qoyuram ki, yəni 5 dənə elementdir. 5 element. Deməli, bu bütün oturuşlarda, yəni bütün düzülüşlərdə əyləşir də, düzülür, oturur, fərqi yoxdur. Buna bir nəfər element kimi baxırıq. Buna da 5 nəfər element kimi baxırıq. Nə qədər oldu? 6. 6 elementdirsə, dairəvi masa ətrafında 6-1 faktorialla əyləşir. O da eləyir 5 faktorial vurulsun. Və hər dəfə bu kiçik uşaq ata ilə ananın arasında gələcək. Ata ilə ana da öz aralarında yer dəyişir. Məsələn, burada atadırsa, burada anadırsa, indi bu ana ola bilər, yenə kiçik uşaq, burada da ata ola bilər. Yəni, bunlar öz aralarında ata ilə ana 2 faktorialla yer dəyişmə eləyir. 2 faktoriala da vururuq. Bəs salam. Bu olduğu kimi qalır. 2 faktorialımız 2'dir. 7 faktorialı yazıram. 5 faktorial vur 6 vur 7. 5 faktoriallar x'ar gedir. Bundan da x'ar gedir 3. 21'də 1. Dördüncü sual. B bəndi. Maraqlı sual idi. Sonra 5. Bir cüt oyun zəri eyni anda atıldıqda üst-üzə düşən ədədlərin eyni olması ehtimalını tapın. Bir cüt zər dedikdə, yəni 2 dənə zər nəzərdə tutulur. Biz də demişik ki, 2 zər atılanda mümkün halların sayı 36 olur. Bunu bilməlisiniz. Üst-üzə düşən, tutaq ki, bu 2 dənə zərdir. Üst-üzə düşən eyni olması deyir. Eyni deyəndə 1-1 ola bilər. 2-2 ola bilər. 3-3, 4-4,
5, 5, 6, 6. Deməli, əlverişli halların sayını sayırsan. 6 dənə. Burada yazıram 6. Buradan da ixtisar gedir 6-da 1. Cavab A bəndi. 6-cı sual. Bir dəmir pul ilə bir zər eyni anda atılır. Bunlar aslı olmayan hadisələrdir. Buna deyirlər biri digərindən aslı olmayan hadisələr. Aslı olmayan hadisələrdə vurma prinsipi olur. Yadınızda saxlayın. Dəmir pulda xəritə üzünün və zərdə üst-üzə sadə ədədin düşmə ehtimalını tapın. Dəmir pulu birinci yazıram. Tutaq ki, bu PA hadisəsidir. Dəmir pulun iki üzü var da, biri xəritədir, biri də gerbdir. Deyir ki, burada dəmir pulda xəritə üzünün düşməsi. Fərqi yoxdur. 200-dən biri düşür də, ya xəritə düşməlidir, ya gerb. Hər ikisinin düşmə ehtimalı 2-də 1-dir. Bunu tapdıq. Zərin də 6 üzü var. Bunu da B hadisəsi qəbul edirəm. 6 üzdən sadə ədədlər düşür. Məsələn, 1, 2, 3, 4, 5, 6 dənə üzü var. Sadə ədədlər deyəndə 2 ola bilər, 3 ola bilər, 5 ola bilər. Bunun da əlverişli halların sayı 3-dür. Bu da olur 2-də 1. Vurma prinsipidir. Yəni, PA hadisəsini vurursam PB hadisəsinə. 2-də 1-i də 2-də 1-ə vuranda olur 4-də 1. Cavab oldu C bəndi. 7-ci sual. 5 müəllim və 4 şagird arasında 3 nəfərlik qrup seçiləcəkdir. Deməli, bu 5 nəfər, bu da 4 nəfər oldu 9 nəfər. Bu 9 nəfərin içindən 3 dənə qrup seçilir. Məlumdur ki, arasında 3 dənə element olmalıdır da. 3, 3, 3, 9 olsun. 3 nəfərlik qrup seçiləcəkdir. Seçilən qrupda ən az, bu yeri dəyişik düşüb, ən az 2 şagirdin olması ehtimalını tapın. Bunların yerini düzəltmişəm. Bu da dəyişik düşün. Deməli, ən az 2 deyirsə, bunun ən çoxu da var da. Yəni, ən az 2 deyirsə, baxın, 2 dənə şagird bu qrupda, 2 şagird gəlsə, biri müəllimdir. Yəni, o ən azı 2 o deməkdir ki, ya 2 dənə şagird gələ bilər, ya 3 dənə şagird gələ bilər. Burada 3-ü də şagirddir. Burada artıq, yəni şagird olmur da, ancaq müəllim, müəllim, müəllim olur. Yəni, şagird 0 sayda olur da, olmur. Əvvəlcə bunun mümkün halların sayını tapaq. Deməli, 9 nəfərdən 3 nəfər seçilirsə, bu kombinizon 9-dan 3-ə deməkdir. İndi buradan birinciyə baxaq. Tutaq ki, bir qrupda 2 şagird seçilir, 1 müəllim. Şagird neçə idi? 4 şagirddir. 4 şagirddən ikisini seçirəmsə, bu kombinizon 4-dən 2-yə deməkdir. Vurulsun. Biri müəllimdir. Müəllim də 5 dənə idi. 5 nəfər idi. 5-dən 1-ə. Plus. Sonra, burada hər üçü şagirddir. Deməli, müəllim 0 saydadır da. Yəni, 5-dən 0-a yazmağa dəyməz. Kombinizon 5-dən 0-a elə 1 olur. Onu yazmağa dəyməz. Eləcə 3 dənə şagirddir. 4 dənə şagirddən 3-ü də seçilib. O da kombinizon 4-dən 3-ə deməkdir. Növbəti üzrə burada müəllim seçilir. Yəni, 3 dənə müəllimdir. Hər üçü müəllimdir. 5 müəllimdən bu 3-ə deməkdir. Şagird 0 sayda da, yəni yoxdur. Bu da o deməkdir ki, kombinizon 4-dən 0-a, o da 1 olduğu üçün onu da yazmırlar. Başqa cür də yazmaq olar, əks hadisə kimi. Bunları hesablayaq, görək nə qədər edir. 9-dan 3-ə 9 faktorial. 9-dan 3-ü çıxdım, 6 faktorial vur, 3 faktorial. 4-dən 2-yə 4 faktorial. 2 faktorial vur, 2 faktorialdır. 5-dən 1-ə 5 deməkdir. Plus. 4-dən 3-ə 4 faktorial. 4-dən 3 çıxdım, 1 faktorial vur, 3 faktorial. Plus. 5-dən 3-ə də 5 faktorial. 5-dən 3-ü çıxdım. 2 faktorial vur, 3 faktorial. O da bərabərdir. Bu 9 faktorialı mən silirəm, yazıram 6 faktorial. 6 faktorial vur 7, vur 8, vur 9. Bu 6 faktoriallar getdi. 3 faktorialımız da 6 deməkdir.
Bu 6'nı da 8 ilə aparsam 2'ye. Bura 4 olur. Burada 3 olur. Bu 9'u da 3'e böldüm. 3. Deməli məxrəc oldu. 7 vur 4 vur 3. Sürətə baxaq. 4 faktorialımız belə də yanaşmaq olar. 24 bölünsün 2 faktorial 2 vur 2'dir. 24'ü 2'ye böləndə 12 olur. Bura 12'dir. 12'ni də 5'e vuranda 60 olur. Plus. 4 faktorial 24, 3 faktorial da 6'dır. 1'dəki ilə 1'dir. Elə bil ki 24'ü 6'ya bölürsəm. Bu da olur 4. 5 faktorialı belə yazıram. 3 faktorial vur 4 vur 5. 3 faktorial ixtisar gedir. 4 5 idi 20. 2 faktorialımız da 2'dir. 20'ni də 2'ye böləndə olur 10. Bu neçə oldu? 60 74. Vurulsun 7 vur 4 vurulsun 3. Bunu ixtisar aparaq 74. Yox, 74 ola bilməz. Çünki məxrəc sürətdən bir olmalıdır. Bir dəqiqə. Burada mexaniki səhv gedib. Burada bizdən şagirdi soruşur. Buna ehtiyac yoxdur. Çünki ancaq qrupda ən azı bir şagird, ən azı 2-dirsə, ən çoxu da 3 olur da. Yəni qrupda ya 2 şagird olmalıdır, ya 3 şagird. Çünki 3 nəfər seçilir. Buna ehtiyac yoxdur, bu artıq gedib. Bir də burada 24'dür. 24'ü 4'e böləndə 6 olur. 6'nı 5'e vuranda bu 30 olur. Buna da ehtiyac yoxdur. Deməli, sürət bərabərdir. Sürətdə oldu 34, məxrəcdə də 28 vurulsun 3 yazaq. 2'ye ixtisar aparaq. Bu 17 olur, bu da 14 olur. 14'ü də 3'e vuranda 42. Deməli, cavab oldu 42'də 17. A bəndi. Bir torbada 5 qara, 7 qırmızı kürə var. Buna qara deyək. Qara 5'dir. Qırmızı da 7'dir. Qırmızı. Bu da 7'dir. Ümumi 12 dənə kürə var. Torbadan eyni anda təsadüfən 3 kürə seçilmişdir. Deməli, P bərabərdir. 12 dənədən 3'ü seçilirsə, bu kombinizon 12'dən 3'ə deməkdir. 3 kürə seçilmişdir. Seçilmiş bu kürələrdən ən azı birinin qara olması. Baxın, bu 3 dənə kürədir. Ən azı birinin qara deyirsə, onda bunun ikisi qırmızıdır. Bura yazıram. Qara, bunlara qırmızı yazıram. Bu da qırmızı. Sonra ən azı birinin qara deyirsə, bunun ikisinin də qara olma ehtimalı var. Üçünün də qara olma ehtimalı var. Yəni ən azının ən çoxu da var da, bunu başa düşməlisiniz. Ona görə burada biri qara idisə, ikisi qırmızı idisə, indi ikisi qara olacaq. İkisi qara olacaq, biri qırmızı olacaq. İndi hər üçü qara olacaq. Qara, bu da qara, bu da qara. Artıq qırmızı yoxdur. Yəni 0 saydadır, o da yox deməkdir də. Bu da qara. Belə yazaq. 3 dənədən burada biri qara çıxıb. Qaranın sayı 5 idi. Bu deməkdir ki, 5'dən 1'ə vurulsun. Bunda ikisi qırmızı idi. Qırmızı da 7'dir. Bu da kombinizon 7'dən 2'ye deməkdir. Plus. Şimdi burada ikisi qara olacaq. 5'dən, qara 5'dir də. 5'dən 2'ye bir dənəsi qırmızı olacaq. 7'dən 1'ə. Plus. Hər üçü qara olacaq. Qara 5'dir. 5'dən 3'ə deməkdir. Vurulsun 0 sayda qırmızısa, bu da 7'dən 0'adır. 7'dən 0'a elə 1 deməkdir. Ona da ehtiyac yoxdur, yazmırlar. Bunları hesaplamaq lazımdır. 12 faktorial bölünsün. 12'dən 3 çıxdım. 9 faktorial vur 3 faktorial. 5'dən 1'ə 5 deməkdir. 7'dən 2'ye 7 faktorial. 7'dən də 2 çıxdım. 5 faktorial vur 2 faktorial.
plus 5'dən 2'ye 5 faktorial çıxdım qaldı 3 faktorial vur 2 faktorial 7'dən 1'e 7'dir. Plus 5'dən 3'e 5 faktorial 5'dən 3 çıxdım 2 faktorial vur 3 faktorial bərabərdir. Bu 7 faktorialı mən yazıram. 5 faktorial vur 6 vur 7. Yəni 7'nin yerine yazdım da. Buradan bu 5 faktoriallar ixtisar gedir. 6 7'nin 42 edir. 2 faktorial da 2'dir. 42'ni de 2'ye böləndə 21. 5'i de 21'e vuranda ya da belə yazaq. 5 vur 21 plus. Bu 5 faktorialı 3 faktorial vur 4 vur 5 yazıram. Bunu silirəm. 3 faktoriallar ixtisar getdi. 4 5'ini 20. 20 de 2'ye böləndə 10. 10 vur 7 de var. Burada oldu 70. 5 faktorialı da dediğim kimi 3 faktorial vur 4 vur 5. Bunu siləydə onun yerine yazdım. 3 faktoriallar getdi. 4 5'ini 20. 20 de 2'ye böldüm. 10 elədi. Məxrəcdə də bu 12 faktorialdır. Bunun yerine belə yazıram. 9 faktorial vur 10 vur 11 vur 12. 9 faktoriallar getdi. 3 faktorialımız da 6'dır. 12'ni də 6'ya böləndə 2 olur. Deməli məxrəcdə nə oldu? 10 vur 11 vur 2. 10 vur 2 20 vur 11. Belə yazaq hələ ki. 5 dənə 21 neçə elədi? 105 eləyir. Bu da 80 eləyir. 185 vur 20 vur 11. Bunu ixtisar aparsam 5'e. Bunu 5'e ixtisar aparanda bu 4 olur. Bunu da 5'e aparanda 185'i bölək 5'e də. 3 dəfə 3 5'in 15 3 qaldı 35. Bu da 7. 37 4 vurulsun 11 44. 44'te 37. 8. sualda A bəndi. 9. Bir cüt zər 38 dəfə olmaqla eyni anda atılır və üst-üzə gələn ədədlər XY cütü şəklində qeyd edilir. Buna görə hər atışda fərqli XY cütünün gəlməsi ehtimalını tapın. Bir cüt zər maksimum 36 dəfə atıla bilər. 36'dan yuxarı atılırsa 38 atılırsa hər dəfə XY müxtəlifdir. Burada deyir ki, buna görə hər atışda fərqli XY. 36 dəfə fərqli XY ola bilər. Amma 37, 38 artıq fərqli olmayacaq, eyni olacaq. Burada da fərqli sözünə görə və 38 sözünə görə bu mümkün olmayan hadisədir. Mümkün olmayan hadisənin ehtimalı 0-a bərabərdir. Tutaq ki, baxın, bir cüt zərdir də. Baxın, bu tutaq ki, bu zərdir. Bunu atanda bu 1-1 gələ bilər, 2-2 gələ bilər, 3-3 gələ bilər, 4-4 gələ bilər, 5-5 gələ bilər, 6-6. Bu XY cütlərdir. Sonra 1-2 ilə, 1-3 ilə, 1-4 ilə, 1-5 ilə, 1-6 ilə, 1-1 ilə, 1-2 ilə, bunlar eyni olanlardır. Belə də yazmaq olar, belə də yazmaq olar. Ya da birbaşa belə yaza bilərik. Yəni 36 dənə halı göstərmək istəyirəmsə 1 ilə, 1 2 ilə, 1 3 ilə, 1 4 ilə, 1 5 ilə, 1 6 ilə. Bu 6 dənə. Eyni ilə 2 1 ilə, 2 2 ilə, 2 3 ilə, 2 4 ilə, 2 5 ilə, 2 6 ilə. Bu da 6 dənə. Sonra 3 1 ilə, 3 2 ilə, 3 3 ilə, 3 4 ilə, 3 5 ilə, 3 6. Bu da 6. Sonra 4 ilə 1 2 3 4 5 6. Sonra 5 ilə 1 2 3 4 6. Sonra 6 ilə 1 2 3 4 6. Baxın 6 6 6 6 6 6. Ona görə deyirlər ki, bir cüt zər, yəni 2 dənə zər atıldıqda mümkün halların sayı 36 olur. Bu maksimum 36 dəfə atılmalıdır. Amma bu 38 dəfə deyir. Burada da fərqlidir. 36 dəfə hər dəfə bu XY cütü fərqli düşür. Amma 37'də təkrarlanır, 38'də təkrarlanır, yəni fərqli düşmür. Ona görə bu hadisə mümkün deyil. Mümkün olmayan hadisənin ehtimalında 0 adlandırırlar. Nəyə görə 0 olur? P bərabərdir M böl N. Mümkün halların sayı tutaq ki, məsəl üçün də 38'dir. 38 dəfə oldu da məsəl üçün.
36'dan o tərəfə ola bilmir. İndi burada eyni fərqli dediyi üçün 36'dan o tərəfə ola bilmir. Tutaq ki, burada mümkün olmur. 0 olur. 0'ı da 38'ə böləndə nə olur? 0 olur. Ona görə deyirlər ki, mümkün olmayan hadisənin ehtimalı 0'a bərabərdir. 3 qız, 8 oğlan dairəvi masa ətrafında əyləşmişdir. Qızların yan-yana əyləşməsi ehtimalını tapın. Bu 3 qızdır. Bu da 8 oğlandır. Oğlan, 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 bu da oğlan, bu da oğlan. Ehtimalını soruşur. P bərabərdir. M bölünsün M. Deməli, bu 3'dür. Bu da 8'dir. 11 nəfər müxtəlif element sayılır da bu. 11 element dairəvi masa ətrafında 11 minus 1 faktorialına. Bayaq qeyd elədim. Dairəvi masa ətrafında oturanda m-1 faktorialına əyləşirsən, yəni oturursan. Ona görə bu 11 dənə elementdirsə, 11-dən də 1 çıxanda nə olur? 10 faktorial. Deməli, mümkün halların sayı 10 faktorial. Burada da deyir ki, qızların yan-yana. Qızlar yan-yana deyəndə bir element kimi baxırsan, yəni buna bir blok kimi baxırsan da bir element kimi. Bu da 8 elementdir. Bir element, o da 8 element, 9 elementdir. Bu 9 element də dairəvi masa ətrafında 9 çıx 1'dir. Bu da elə 8 faktorial və vurulsun. Bu qızlar da öz ətrafında 3 faktorialla yer dəyişmə edir. Məsələn, bunlar ayrı-ayrıdır. Məsələn, biri tutaq ki, Güneldir. Məsəl üçün, biri Xumardır, biri də Sevincdir. Bunlar müxtəlif elementlərdir. Bunlar öz, yəni 3 dənə element öz düzülüşündə 3 faktorialla yer dəyişmə edir də, yəni əyləşə bilir. 3 faktoriala da vurursan. 10 faktorialı yazıram, 8 faktorial vur 9 vur 10. 8 faktorial qaldı, 3 faktorial da 6'dır. Bunlar ixtisar getdi. Bu neçə eləyir? 96. Bu da 15'də 1 eləyir. 10-cu sual 15'də 1. B bəndi oldu. 11-ci sual. Burada nə deyir? Deməli, A çoxluğunu veribdir burada. Bu elementləri verib. Çoxluğunun verilmişdir. fx5 minus x funksiyası üçün fa-nın həqiqi ədəd olması ehtimalını tapın. P bərabərdir. Cüt dərəcəli kökdür də, dərəcəsi 2'dir. Cüt dərəcəli kökün təyin olunması üçün kök alt ifada ancaq mənfi olmayan qiymətlərdə təyin olunur. Mənfi olmayan qiymətlər, yəni 5 çıxılsın x böyük bərabərdir 0. Yəni 0 və müsbətlər demək. Bu da mənfi 5. Bu da böləndə 5. Deməli, bu 1, 2, 3, 4, 5. X bu qiymətləri ala bilər. Əlverişli hal 5 dənədir. Mümkün halda burada 10 dənədir. Bu da oldu 2'də 1. Cavab oldu A bəndi 11'də. 12-ci sual. 1, 2, 3, 4, 5, 6, 7 çoxluğunun A 4 elementli ad çoxluqlarından təsadüfən biri seçilir. Əvvəlcə bunu kombinizonla tapaq. 7 dənə elementdən 4 element seçilirsə, bu kombinizon 7-dən 4'ə deməkdir. Ad çoxluqlarında təsadüfən biri seçilir. Seçilmiş çoxluqda 4 olub 5 olmaması ehtimalı tapın. Mümkün halların sayı kombinizon 7-dən 4'ədir. Bir seçilmiş çoxluqda 4'ün olub 5'in olmaması. 5 olmayacaq. Neçə element? 4 elementli ad çoxluq. Baxın, 1, 2, 3, 4. Bu 4 elementli ad çoxluqdur. Bu seçilən 4 elementli ad çoxluqlarda elə 4 elementli ad çoxluq olmalıdır ki, orada 4 olsun, 5 olmasın. Ona görə 5'i cavabdan çıxartdım. Və bu 4 dənə elementdən biri həmişə 4 olacaq. Tutaq ki, birincisi 4 olacaq. Qalan 3 dənəsi, bunu da silirəm, 1, 2, 3, 4, 5. Bu 5 elementin içindən seçiləcək. 5 elementdən 3 element seçmək, bu da nə deməkdir? Kombinizon 5'dən 3'ə deməkdir. Yazıram, kombinizon 5'dən 3'ə. Yəni, 4 elementli ad çoxluq seçirik. Bu 4 elementli ad çoxluğun içində 4 elementi həmişə var. Yəni 4 rəqəmi həmişə var. Qalan bu 3 dənə rəqəm, buradakı 1, 2, 3, 6, 7, bu 5 rəqəmin içindən 3 rəqəm seçilir. Yəni 5 elementdən 3 element seçilmək deməkdir. Bu da kombinizon 5'dən 3'ə deməkdir. Bunu hesablayırıq. 7'dən 4'ə 7 faktorial,
7 çıxılsın 4, 3 faktorial vur 4 faktorial. Bu da 5 faktorial. 5'ten 3 çıxdım 2 faktorial vur 3 faktorial. 5 faktorialı yazıram. 3 faktorial vur 4 vur 5. 2 faktorialımız 2'dir. 3 faktorial da olduğu kimi yazıram. İxtisar 7. Bu da 7, 2. Deməli, kəsirin sürəti 10 oldu. 7 faktorialı belə yazıram da. 4 faktorial vurulsun 5, vurulsun 6, vurulsun 7. Bu 4 faktoriallar getdi. 3 faktorial da 6 da getdi. 5, 7'nin 35. Neçə qaldı? 35'də 10. Bunda hər ikisini 5'e aparanda bu 2 ilə bu da 7. Cavab oldu D bəndi 12-ci sualda. Bir sinifdə olan 12 oğlandan 4'ü qız. Bu oğlandır, 12'dir. 12 oğlan, 4'ü də qızdır. Deməli 12 oğlandan 4'ü, yox elə demir. 12 oğlandan 4'ü vergül qoyub 8 qızdan isə 7'si əl açıdır. Belə yazaq da. Deməli 12 dənə oğlan var. 12 oğlan var. 4'ü əl açıdır. Biz buradan bu 4 dənə əl açını yazaq. Oğlanlardan 4 dənə əl açıdır. Əl açı. Qızlardan isə 8 dənə əl açıdır. Bu da 8 dənə əl açı. Deməli, nə qədər əl açı oldu? Ümumi 12 dənə əl açı şagird var. Görə məsələnin şərtində nədir? Təsadüfən seçilən bir şagirdin qız və ya əl açı olması ehtimalını tapın. Bu iki cür tapmaq olar. Birinci düsturla tapmaq olur. Belə bir qayda var, düstur. PA ilə B-nin birləşməsi bərabərdir. PA plus PB çıx PA ilə B-nin kəsişməsi. Belə. PA təsadüfən seçilən bir şagirdin, bir dənə şagird seçilir. Qız və ya əl açı. Birinci qız olmasını A ilə qəbul edək. Nə qədər şagird var burada? 12 oğlan var. 12 oğlan. Bir də 8 qız var. Ümumi nə qədər eləyir? 20 nəfər. Bu 20 nəfərdən bir şagird qız seçilir. Qızların sayı neçədir? 8 qız. Bu 20-dən 8-ə eləyir. Bu PA hadisəsi. PB-ni qəbul edək. Və ya əlaçı olması. Əlaçı nə qədərdir? Bunu sayını bilmək lazım. Burada qeyd elədim. 12 dənə əlaçıdır. Deməli 20 şagirdin içindən 12 dənə əlaçı seçilirsə, bu 20-dən 12 deməkdir. Bu PB-ni də tapdıq. PA ilə B-nin kəsişməsidir bu. Yəni ortaq hissəsi. Burada bir şagird qız və ya əlaçı olması ehtimalı. Bunları kəsişdirəndə, yəni neçə dənə burada qız var idi? Ümumi yox, 8 nəfər, bu da 7. Burada nə yazılıb? 8 qızdan 7'si əlaçıdır. Kəsişməni də tapaq buradan. P A ilə B-nin kəsişməsi. Qız nə qədərdir? 8. Əlaçı nə qədər idi? 12. 8 ilə 12'ni toplayırıq, olur 19. Deməli 20 nəfərdən bu da 19 olsun. Gətirək qiymətləri yerinə yazaq. Bu 20-də 8, bu 20-də 12, bu da çıx 20-də 19. Orta məxrəc 20-dir. 18 ilə 12'ni topladım. 20, 20-dən də 19 çıxdım 1. 20-də 1. Burada haradasa səhv eləmişəm mən. Bir seçilən bir şagirdin qız və ya əlaçı olması. Qız. 8 qız var idi. 4'ü oğlan əlaçısıdır. 7'si də 11 dənədir burada. 11 istəyirəm. Səhv yazmışam bunu. 11 dənədir. Deməli, əlaçı oğlandırsa 4'ü, buradan da 7'si. 11 dənədir bu.
Bunları toplayanda neçə olur? 8, 12, 20, 20'dən də 11 çıxdı neçə elədi? 9. Yenə yoxdur. Bir dəqiqə buna baxalım. Burada mexanik səhv gedir. Deməli, təsadüfən seçilən bir şagirdin qız. Qız 8 dənədir. 20 şagirddən 8'i qızsa bu 20-də 8'dir. Sonra və əlaçı. Əlaçı 4 dənə burada oğlandı əlaçı. 7 dənə də qızdı əlaçı. 11 dənə olmalıdır bu. Burada mexanik səhv gedir. Deməli 20 dənə şagirddən qız və əlaçı soruşur. Ümumi əlaçıların sayını tapaq. 4 dənə oğlanlardan əlaçıdır, 7 dənə də qızlardan. Deməli 20 şagirddən 11 dənəsi əlaçıdır. Və burada kəsişməni də tapmalıyıq. Burada deyir ki, seçilən bir şagirdin qız və ya əlaçı olması. Yəni bu 7 dənə olacaq. Çünki bu 7 dənə həm qızların sayıdır, həm əlaçıların sayıdır. Yəni əlaçı qızda, əlaçı qızların sayı. Bu da olur 20-də 7. Qiymətləri yerinə yazanda 20-də 8 plus 20-də 11 minus 20-də 7. Toplam neçə olur? 19 çıx 17, 12. Bunu da 4'e aparsam 3, bu da getdi 5. Cavab oldu 5'də 3 A bəndi. Biraz qarışıq sualdır. 14. Elementlər verib çoxluğundan təsadüfən 3 element seçilir. Deməli baxaq 1, 2, 3, 4, 5, 6, 7. 7 elementdən 3'ü seçilirsə bu kombinizon 7'dən 3'ə mümkün hallara sahib. Seçilən ədədlərin hasilinin müsbət olması. 3'ü seçilir. Tutaq ki, baxın bu 3 dənə ədəddir. 3 dənə ədəddir. Hasilin müsbət olması. Hasil müsbət olması üçün vurmada hasil. Bunlar 3'ü də müsbət olmalıdır. Bir də ki, ikisi mənfi, biri müsbət olmalıdır. Fərqi yoxdur, müsbət, müsbət, mənfi. Elədir də. Deməli, çoxluğundan təsadüfən 3 element seçilmişdir. Seçilən ədədlərin hasilinin müsbət olması. Deməli, burada 3'ü də müsbət olmalıdır. Müsbətlərin sayı neçə dənədir? 3 dənə. Deməli, birinci, 3 dənə müsbətin içindən elə 3'ü də müsbət seçilməlidir. Bu 3'dən 3'ə deməkdir. Plus. Artıq mənfi seçilmir də, burada ehtiyac yoxdur. Çünki 3 dənə müsbətin hasili müsbət verə bilər. Məsələnin şərtinə görə. Sonra bu ədədlərdən ikisi mənfi seçilir. Yenə mənfi vur mənfi, müsbət vur müsbət. Bu da müsbət eləcək də. 2 dənə mənfi seçirəmsə, ya da belə dəyişə bilərəm də. Baxın, buranı silim. Belə də yaza bilərəm. 2 dənə, bir dənə müsbət, 2 dənə mənfi. Çünki vuranda bu hasil yenə müsbət olur. Deməli, müsbət 3 dənə idi. 3 dənə müsbətdən bir dənə müsbət seçirəmsə, bu kombinizon 3'dən 1'ədir. Mənfi də ki 1, 2, 3 dənədir. 3 dənə mənfidən 2 mənfi seçirəmsə, bu da kombinizon 3'dən 2'yə deməkdir. Bir də bunlar mənfi, müsbət. Yox, artıq bunu seçmişəm. Bəs salam, burada əlverişli hal bundan sonra daha qalmır. Bunları hesablamaq lazımdır. 7'dən 3'ə 7 faktorial, 7'dən 3'ü çıxıram. Neçə olur? 4 faktorial vur 3 faktorial. 3'dən 3'ə 1 deməkdir. 3'dən 1'ə elə 3 deməkdir. 3'dən 2'ə də 3 deməkdir. Bunları da mən şifahi yazdım. 9'a da 1, 10. 7 faktorialı belə yazıram. 4 faktorial vur 5 vur 6 vur 7. 4 faktoriallar getdi. 3 faktorial da elə 6'dır. 6'lar da getdi. 5, 7, 35. Bunu da 2'ye yaparsam ixtisar. Bu 5, yox 5'e yaparsam ixtisar. Bu 2'dir. Bu da 7'dir. Cavab oldu Y bəndi. 7'də 2.
15-ci sual. Torbada 10 mavi 6 yaşıl var. Torbaya qaytarılmadan ardıcıl çıxarılmış 2 şarın yaşıl rəngdə olması. Bunu ehtimalla kombinizonla da yazmaq olar, kombinizonsuz da yazmaq olar. Deməli 10 mavidir, 6 yaşıl. 16 dənə burada şar var. Torbaya qaytarmadan ardıcıl çıxarılmış 2 şar. Deməli birini çıxartdımsa onu kənara qoyuram. Yəni 16 dənə şardan biri azaldı. Ümumi şar oldu 15. İkinci dəfə 15 olacaq. Burada da birinci görə nədir? Bir torbaya qaytarılmadan ardıcıl çıxarılmış 2 şarın yaşıl rəngdə olma. Yaşıl. Deməli, üzrü sayın. 16 dənə şar var. Bundan birincisi yaşıl çıxırsa bu 16'da 6 deməkdir. Vurulsun. Artıq bir dənəsi ümumi saydan azaldı. 15 dənə qaldı. Yaşıldan da 6 dənə ilə bir dənəsi azaldı. Götürdü, torbadan üzrə kənara qoydu. Yəni torbaya qaytarmır. Bir dənə azalır, 5 dənə qalır. Deməli, ümumi say 15'dir. 5 dənə də yaşıl qalır. Bu da 15'dən 5 deməkdir. Bunu da ixtisar aparırsam, bunu 2'yə aparsam, bu 8'dir. Belə də. Bu da 3'dür. Bu da ixtisar gedəndə 3'də 1'dir. Bunlar da ixtisar gedəndə qalır 8'də 1. Cavab 15-ci sualda C bəndi. Kombinizonla da yazmaq olardı, amma ehtiyac yoxdur, bu ondan rahatdır. Torbada 3 yaşıl, 7 mavi kürə var. Kombinizonla da belə yazılır da. Deməli, P bərabərdir. İkinci usul kimi. 16 dənə şar vardı. Kombinizon 16'dan ikisi çıxır. Çıxan ikisində yaşıl olması. Bu da kombinizon 6'dan 2'yədir. Bunu hesablayanda 6 faktorial, 6'dan 2 çıxdım, 4 faktorial, vur 2 faktorial. 16 faktorial, çıxdım 14 faktorial, vur 2 faktorial. Bərabərdir. 6 faktorialı yazıram, 4 faktorial, vur 5, vur 6. 4 faktorial olduğu kimi yazıram. 2 faktorialımız da hələ 2 idi. Bunlar ixtisar getdi. 30-30'u da 2'yə böldüm, 15. Sürətini 15 aldım. 16 faktorialı 14 faktorial vur 15 vur 16 yazıram. 14 faktoriallar getdi. Bu 2 faktorial 2'dir. 16'da 2'ye böldüm 8. Burada da oldu 15 vur 8. Yəni burada da 15 vur 8. 15'lər ixtisar getdi. Cavab qaldı 8'də 1. Yəni 2 usulla. Bu ikinci usul, bu da birinci usul. Birinci usul ikinci usulla rahatdır. Hər iki usulun yazdım. 16. Torbada 3 yaşıl, 7 mavi kürə var. Təsadüfən çıxarılan 2 kürədən ən azı birinin mavi rəngdə olması ehtimalını tapın. Deməli, 2 dənə kürə çıxacaq. Bu 1, bu da 2. P bərabərdir. Deməli, 3 yaşıl, 7 mavi, 10 dənə kürədir. 10 kürədən ikisi çıxırsa, bu kombinizon 10'dan 2'yə mümkün halların sayıdır. Təsadüfən çıxarılan 2 kürədən ən azı birinin mavi. Deməli, biri mavidirsə, biri yaşıl olacaq. Ən azı biri mavidirsə, bunun ən çoxu ikisi də mavi ola bilər. Yəni, ya biri mavi olmalıdır, ya da hər ikisi mavi olmalıdır. Bu deməkdir. Bu da mavi, mavi. Birinci baxaq. Mavi neçə dənədir? 7 mavi kürə var. Bir dənəsi mavidir. Bu 7'dən 1'ə deməkdir. Vur. Biri mavi çıxanda biri də yaşıldır. Yaşıl da 3 dənədir. 3'dən də biri çıxanda bu olur 3'dən 1'ə. Plus. İndi hər ikisi mavi çıxacaq. Yəni yaşıl 0 sayıda çıxır da yoxdur. Mavi yenə dediyim kimi 7'dir. Hər ikisi mavi çıxırsa bu da kombinizon 7'dən 2 deməkdir. Bunu da vurmalısan. Yəni 0 sayda yaşıl çıxırsa bu da 3'dən 0'a deməkdir kombinizon. Amma ehtiyac yoxdur. O da 1 olur, ehtiyac yoxdur. 10'dan 2'ye 10 faktorial, 10'dan 2 çıxdım, 8 faktorial, vur 2 faktorial. 7'dən 1'ə 7'dir, 3'dən 1'ə 3'dür. 7'dən 2'ni hesablayıram, 7 faktorial, 7'dən 2 çıxdım, 5 faktorial, vur 2 faktorial. Bu 5'dir. Bu da bərabərdir. Bu 10 faktorialı mən yazıram, 8 faktorial. Buraya yazıram, 8 faktorial, 2 faktorialımız da 2'dir. 8 faktorial vur 9 vur 10. Bu da 2'dir. Bunlar ixtisar getdi. 10 da 2'ye getdi 5. 9 5'im 45. Məxrəci yazdım 45.
7 üçün 21 plus. 7 faktoriyalı buradan silerim. Yazıram 5 faktoriyalı. Vur 6 vur 7. Bu 5 faktoriyalı getdi. 2 faktoriyalı 2'dir. 6'ını da 2'yə böldüm. Neçə elədi? 3. 3 7'də 21. Bunu da toplayanda 42 olur. Bu da 45. Bu da 3'ə ixtisar aparaq. Bu 3'ə ixtisar gedəndə 14 olur. Bu da ixtisar gedəndə 15. Cavab 15'də 14. B bəndi 16'da. 2 zər birlikdə atılır. Üst-üzə gələn ədədlərin fərqli ədədlər olması ehtimalını tapın. Deməli, baxın, 2 zər atılanda mümkün halların sayı biz demişik 36 olur. Üst-üzə gələn ədədlərin fərqli ədədlər olması. Deməli, 36 dənə mümkün haldan biz üst-üzə gələn eyni ədədləri tapsaq, fərqliləri də 36-dan çıxıb tapa bilərik. Eyni ədədlər 1-1 düşə bilər, 2-2 düşə bilər, 3-3 düşə bilər, 4-4 düşə bilər, 5-5 düşə bilər, 6-6 düşə bilər. Bu eyni ədədlər. Deməli, 2 zərin mümkün halların sayı 36-dır. 36 dənədən 6 dənəsi eyni gəlir. Deməli, 36-dan 6-nı çıxıram, 30 dənəsi də fərqli gəlir. Bizdən də fərqliləri soruşurdu, fərqli ədədlər. Deməli, 36-da neçə oldu? 30 oldu. Bu da ixtisar getdi 6-ya. Bu 5, bu da 6-da 5. Cavab B bəndi 17-də. 18. Deməli, belədir. 4 müsbət ədəd, 3 mənfi ədəd. Müsbət ədəd 4 dənədir, mənfi ədəd bu müsbətdir, bu da mənfidir. 3 dənədir. Yəni, müsbət, 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 mənfi, mənfi, mənfi. Belə də yaza bilərik. Təsadüfən 3'ü seçilir. Buradan göstərəm. 1, 2, 3. Deməli, P bərabərdir. 4, bu da 3. Nə qədər elədi? 7 dənə element var. 7 elementdən 3'ü seçilirsə, bu kombinizon 7-dən 3'ə deməkdir. Bir seçilən bu 3 ədədin hasilinin müsbət olması. Əvvəlcə bunlar 3'ü də müsbət olmalıdır. Çünki hasil müsbət olmalıdır. Onda 4 müsbət ədəddir. 4 müsbət ədəddən 3 dənə ədəd seçmişəm. 3'ü də müsbətsə, bu kombinizon 4-dən 3'ə deməkdir. Vurulsun. Yəni 0 sayda mənfi qaldı. O da ki, məsəl içində 3'dən 0'adır. O da 1 olduğu üçün yazmırlar. Plus. Bir də bu ədədlər belə ola bilər. 3'ünün müsbət olmasıdır. 3 dənə hasil, 3 ədədin hasili müsbətdirsə, yəni 3 dənə nə olmalıdır? 2 mənfi olmalıdır. 1 müsbət. Çünki 2 mənfini vuranda müsbət, vuranda da müsbətə elə müsbət olur. Bu da o deməkdir ki, 3 mənfi ədəddən 2 mənfi ədəd seçilirsə, kombinizon 3-dən 2-yə, biri müsbətsə, 4 müsbətdən də biri seçilirsə, bu da 4-dən 1-ə. Başqa cür əlverişli hal mümkün deyil. Bunları hesablayaq. 7-dən 3'ə 7 faktorial, 4 faktorial, vur 3 faktorial. 4'dən 3'ə 4 faktorial, belə yazaq da 4 faktorial, 4'dən 3'dən 1 faktorial, vur 3 faktorial. Plus. 3'dən 2'yə 3 faktorial, 3'dən 2 çıxdım 1 faktorial, vur 2 faktorial. 4'dən 1'ə 4 deməkdir. Vurmadır bu. Bunu yazmıram. 7 faktorialı yazıram. 4 faktorial. Vur 5, vur 6, vur 7. Bunlar ixtisar getdi. 3 faktorial 6'dır. Bununla getdi. 5, 7, 35. Məxrəcdə 35 qaldı. Bərabər buradan yazaq. Bu 4 faktorialdır. Bu 1 faktorial 1'dir. 4 faktorial 3'ə böləndə, yəni bu qalır 4. Üstə gəl. Buradan da 3 faktorial 2'yə böləndə 3 qalır. Vurulsun 4 var idi. 12, 12'də də 4, 16. Bu da 35. Deməli, cavab qaldı 35'də 16. C bəndi 18'də. 19. Burada nə yazıb? 5 müsbət ədəd, 6 mənfi. Deməli, müsbət 5 dənədir. 6 da mənfi 6 dənədir. Mənfi 6 dənə. Ümumi say 11 dənədir. Bərabərdir 11'ə. Deməli, 4 dənə ədəd seçilir. 1, 2, 3, 4. Deməli, mümkün halların sayı
11 elementdən 4 element seçilirsə, bu kombinizon 11-dən 4-ə deməkdir. Və seçilən ədədləri nə yazıb? Seçilən bu 4 ədədin hasilinin mənfi olması. Mənfi olması üçün ikisi müsbət seçdimsə, yox, 3-ün müsbət seçdim, 1-in mənfi. Çünki müsbət vur, müsbət vur, müsbət vur, mənfi, ümumi mənfidir. Bu birinci hal. Yəni 3 dənə müsbət seçmişəm. Neçə dənə müsbət vardı? 5 müsbət. 5 müsbətdən 3-ünü seçmişəm. Bu 5-dən 3-ə vur. Biri mənfidir. Mənfi də 6-dır. Bu da olur 6-dan 1-ə. Plus. Növbəti. Hasil mənfi olmalıdır. Burada hasil deyir mənfidir. Keçək buradan hansı ədədləri götürsək ki, bu mənfi olsun. Müsbət vur müsbət. Onda belə yazaq. 3-ün mənfi yazacaq. 3-ü mənfi olacaq. Mənfi, mənfi, mənfi. Bu da müsbət. Çünki bunları vuranda bu müsbət, bu da mənfi, bu da ümumi mənfidir. Başqa mümkün hal yoxdur burada. Deməli, 3 dənə mənfidir, 1 dənə müsbət. Müsbət 5-dir. Birini seçmişəmsə 5-dən 1-ə vur. Mənfi də 6-dır. 3-ünü seçmişəmsə 6-dan 3-ə deməkdir. Əssalam. 11-dən 4-ə 11 faktorial bölünsün. 11-dən 4 çıxdım. 7 faktorial vur 4 faktorial. 5-dən 3-ə 5 faktorial. 2 faktorial vur 3 faktorial. Vur 6-dan 1-ə elə 6. 6-dan 1-ə 6 deməkdir. Yəni düstur var da kombinizon n-dən 1-ə n deməkdir. 5-dən 1-ə də 5 deməkdir. 6-dan 3-ə 6 faktorial, 6-dan 3 çıxdım 3 faktorial vur 3 faktorial. Bunlar vaxt aparandı. 11 faktorialı belə yazıram da bunu silirəm. Yerinə yazıram 7 faktorial vur 8 vur 9 vur 10 vur 11. Bunlar ixtisar getdi. 4 faktorialımız da 24'tür. Bu 24'tür. 24'ü də bundan ixtisar apara bilərik. Deməli 24'ü 8 ilə aparıram 3 olur. 9'u da 3 ilə aparıram 3 olur. Burada məxrəcdə qaldı 3 vur 10 vur 11. Yəni 30 vur 11 belə yazaq. Burada 5 faktorialı mən yazıram 3 faktorial vur 4 vur 5. 3 faktoriallar getdi 4 5'ini 20. 20'yi də 2'ye böldüm 10. Onu da 6'ya vurdum 6'mış. Plus. Burada da 6 faktorialı yazıram 3 faktorial vur 4 vur 5. Vur 6. 3 faktoriallar getdi. Bunu silirəm də. 3 faktorial deyil 6'da 6 ilə getdi. 4 vur 5. 20. 20'ni də 5'ə vurdum. 100. Bu da toplamadır da. Hə. 160 oldu. Bu da 30 vurulsun 11. Sıfırları attım. Sürətdə 16 qaldı. 3'ü də 11'ə vurdum 33. 33'də 16. D bəndi 19'da. 20-ci sual. Bir ailədə 4 uşaq var. Bu uşaqlardan ikisinin oğlan olması ehtimalını tapın. Bu Bernoulli sınağı ilə yazılacaq. Yəni Bernoulli sınaqları var. Bernoulli sxemi də deyirlər ona. Düsturun yazıram. Kombinizon n-dən k-ya p üstü n minus k. Bu da vurmadır. Vurmanı yazmırlar. K üstü k. N nədir? N sınaqların ümumi sayıdır. K sınağın baş vermə ehtimalıdır. Yəni baş vermə ehtimalının sayıdır. Yəni baş verməsi sayı deməkdir. P hər bir sınağın, yəni baş vermə ehtimalı. Yəni hər bir hadisənin fərqi nədir? Hadisə deyə bilərik, sınaq da deyə bilərik. Hər bir hadisənin ehtimalıdır, baş vermə ehtimalıdır. Q də baş verməmə ehtimalıdır. Yəni buna uğurlu hadisə deyəndə P-yə, Q-yə də uğursuz deyilir. Yəni bir-birinin əksidir. Əks hadisələrin cəmi də 1-ə bərabərdir. İndi buradan Bernoulli sınağından istifadə edəcək. 4 dənə uşaq var. 1, 2, neçə verib? Bu uşaqlardan ikisinin oğlan. Deyək, bu oğlanlardır. Onda ikisi də qız olacaq da. 4 dənə element deməkdir. 4 dənə elementdən ikisinin oğlan deyirsə, bunun çıxma ehtimalı nədir? 4-də 2 olur da, 2-də 1.
Bunda qızların da çıxma ehtimalı, tutaq ki, P oğlanların çıxma ehtimalıdır, Q də qızların çıxma ehtimalıdır. Yəni ehtimallar burada sabit olur da bərabər olur. Bernoulli sınavını bilən adamlar başa düşəcək. Hadisələrin ehtimalları sabit olur. Və bir-birini toplayanda əks hadisələr olur, cəmdəki gəlib 1-ə çıxır. Bu da 2 olsun, 2-də 1. Deməli, oğlanların da çıxma ehtimalı 2-də 1-dir. Yəni 4 dənədən ikisi 2-də 1 olur. Qızların da 4 dənədən ikisi olur. N ümumi sayıdır. 4 dənə uşaq vardır. Bura 4 yazıram. 2 dənə burada seçilən, yəni əlverişli sayıdır. 2 dənə oğlan deyir. Bura 2 yazıram. P hadisədir. 2-də 1. M-K, yəni 4-dən 2-ni çıxıram. Bu da vurmadır da. Vurma yazıram. Q də 2-də 1-dir. Bu da K-dır. Elə K da 2-dir. Əssalam. Kombinizon 4-dən 2-yə hesablaya bilərsiniz. 6 eləyəcək. 2-də 1, bu 4-dən 2-ni çıxdım. 2 qaldı. 2-də 1-in üstü nə oldu? 4-də 1. Bu da elə 4-də 1 oldu. Bu da 6 vurulsun. 6 vurulsun. 4-də 1, 4-də 1, 16-da 1. 2 apardım 3, 2 apardım 8. Bərabərdir. Neçə oldu? 8-də 3. Deməli, cavab oldu C bəndi. 20-ci sualda. Buraya qədər hələlik.